2026-cı ildə IELTS imtahanında bəzi dəyişikliklər baş verəcək ki, bunları bilmək balınıza müsbət təsir göstərə bilər. İlk növbədə listening bölməsində olan səs yazılarına yeni ləhcələr əlavə edilməsi gözlənilir. Bu ləhcələr isə gözlədiyimizin əksinə yerli deyil də qlobal ləhcələr olacaq. Məsələn, Çin, Hindistan, Pakistan kimi ləhcələri artıq IELTS səs yazılarında eşidə biləcəyik. Buna əsas səbəb isə IELTS-ə hazırlaşan tələbələrin daha realistik vəziyyətləri başa düşüb-düşmədiyini yoxlamaqdır. Növbəti dəyişiklik isə reading bölməsində olan matching headings suallarının daha çox matching sentence ending sualları ilə əvəzlənməsidir. Çünki burada IELTS sizin daha ümumi məlumatı yox da, daha spesifik məlumatı başa düşüb-düşmədiyinizi ölçmək istəyir. Writing bölməsinə gəldikdə isə Task 1-da artıq imtahanlarda daha çox mixed charts sualları düşəcək. Əslində bu yeni bir şey deyil. IELTS kitablarının özündə də kifayət qədər mixed charts var. Sadəcə imtahanda daha çox mixed charts sualları gəlməsi gözlənilir. Bu nəyinsə dəyişməsi demək deyil, sadəcə bir sual növünün daha çox üstünlük təşkil etməsidir. Speaking-ə gəldikdə isə ciddi bir dəyişiklik yoxdur. Sadəcə imtahanın bu hissəsinin daha çox onlayn olması gözlənilir ki, bu da kompüter üzərindən yenə də mərkəzə gedərək imtahançı ilə onlayn görüş üzərindən imtahan verməyinizdir. Bu əslində indiyə qədər bəzi hallarda baş verirdisə, bundan sonra daha tez-tez baş verəcək. Ümumi götürdükdə isə bu dəyişikliklərin əslində sizin nəticənizə mənfi təsir edəcəyi yalan informasiyadır. Çünki IELTS İngilis dili biliyi imtahanıdır və ingilis dilini nə qədər yaxşı bilirsinizsə, bu imtahandan da o qədər yaxşı bal almağınız mümkündür. Daha çoxu üçün izləməyi unutmayın.